Salam ayağa. Aleyküm. Ayağa, o günkü buruq fantan burada. Bizə xələt boyun oldun axı. Deyirəm ki, o boyda fantanın qabağını kəsmişik. Görürsən də. Aleykümesselam. Qurban olum ayağa, o boyda fantanın qabağını kəsmişik. Camaat gözləyir axı, xələtimizi ver. Bu nə danış Ayazi? Məndə o da tanxanı. Hə, Ayazi. Sən belə güləndə mənim ürəyim davamın altına gelib çıxır. Nöşü. Ay rəhmətliyin oğlu. Əlçəkmirsən bu işlərindən də. Ağamısa, neye koyayım ne aktarır? Adama kalan ad olacak. Tiktirdiğimiz bu binalar balalarımızındır. İndiki kimi fürsət heç vaxt düşməz. Əkiblər yemişik, əkirik ki yesinlər. Ha. Biz de bu yetim yesirə sahip durmasak kim duracak? Güya, bu millət oxuyub alim olandan sonra gəlin mənim başıma taz qoyacaq. Məsələ tacdadır bəyan. Bax, Allah var rəhmət eləsin. O boyda xəstəxana düşdü. Savab yiyəsi oldum. Amma... O realni məktəbin yarım çıxalmış binasına baxanda bilirəm ki, xəcalət çəkirsən. Yox, ağamısa, hədi. Deyin hə, hə. Atam, nə şəhədiyim axı? Bax, qalıb 3-cü mərtəbəsi. Kömək elə tikib qutaraq binanı. Uşaqlar məktəbə geçsin. Müsəlman balalar da sənin pulunu oxuyub adam olsunlar. Nə olar? Əl tutmaq əlidən qalıb. Deyirəm, adam ölmür. Ağamısa, sən mənə qulaq asırsan, yoxsa sayındasan elə, hə? Təqsir mənim özümdədir. Astoriyanı, Novi Evropanı. Banisi tikdirdi, su çəkdirdiniz, pul verdi. Neçə bina tikdirdi. Atam, bu adamı özümü o dünyaya aparmayacağım ki. Bu da işte sən Allah əziz. Hər yerindən duran deyir ki, ağamızsa simişdir. Əli qısıqdır. Pul xərcləyən döyür. Aki, atamı yandırıblar. Adımı qoyublar Simic. Hay atandan Simic ha. Pulu qazanmağa nə var ki? Kişi odu pulu xərcləməyin tərin bilsin. Ay əziz, mənə de görüm, bu xeyriyyətçiliğinlə hara gedəcəksən, ha? Allah bu pulu mənə onlara görə verib. Mən onlara görə cavab deyəm. Dünyada elə belə heç bir şey olmur. Ay əziz, inan Allah bilir nə qədər pul götürəcək. Məndə o qədər tanxanı. Atam, sən boş yerə pul xərcləyərsən. sənə belə bir şey eləyəcək ki, yeməyəcək, kesəcək, dərdlərin qırar, kesəməsin.
Abala burada sakla görün. Salam aleyküm. Salam aleyküm. Ha abala. O dukanın xazeyini bura çağır görün. Baş ağır. Aç. Mehmet. Hadi sen çağır. Güzel ha. Terpen görüm. Her vaktin hayır olsun ha hacı. Kademleri mübarek olsun. İstersen ayağın altında bir kuzu kesi var ha. Ay hacı, xeyr ola. Sen işin de öyle indi görersen. Bu ağaları qonaq elə, qulluqlarında dur. Boş. Qoy ürəkləri nə qədər istəyir yeyib içsinlər. Ha. Hesabı uşaqlarla göndər mənə. Gözüm üstü hacı. Hacı, daha bu kadar yoktu. Sırada. Dede. Ha. Bu defa da bak düz getir hava. Ne olur? Hacı ağa sizi konak geliyor ha. Açacağım sakavet sandığımın ağzını. Yakşı buyurun içeri geçin. Gelin doğru. Mirza ne diyorsun? Geçek. Ne diyorum ki? Ha okuyarsın. Sağ ol hemen. Salgı şarabı ver ki gözüm salgarındadır. Kevser misali bal değil. Ya kardeş. Sana yaraşmadı. Keseleyeceğiz. İşte.